Abad publik hüquqi şəxsin dəstək göstərdiyi ailə bizneslərinin sayı artır. Artıq 700-cü sahibkar Abadçı adını qazanıb. Ətraflı məlumatı isə canlı bağlantıda olan əməkdaşımız Zeynəb Nadirova danışacaq. Salam Zeynəb, eşidirik səni. Hər vaxtın xeyir olsun Gülşən. Bəli, sözü gedən həmin tədbirlə bağlı məlumat verəcəyik. Belə ki, Abad publik hüquqi şəxsin dəstək göstərdiyi ailə bizneslərinin sayı artır ki, bugün də 700-cü şəxs artıq mükafatlandırılıb. Bu istiqamətdə bütün məlumatları qonağımla birgə izləyicilərə ötürməyə çalışacağım. Təbii ki, rəsmi qonaq var. Vüsal Arzumanlı, Abad publik hüquqi şəxsin direktor müavini və bu istiqamətdə məlumatları ondan alaq ki, 700-cü şəxs kimdir və bu istiqamətdə dəstəkləriniz hansı şəkildə davam edir və edəcək formada olan gələcək planlarınızdan da qısa olaraq məlumat alaq. Təşəkkür edirəm, çox sağ olun. Bugün Abad ailəsi üçün çox əlamətdar bir gündür. 700-cü sahibkar Abadçı olaraq qeydiyyatdan keçir. Yəni biz sahibkarlarımızı Abadçı adlandırırıq. Bu bir növ terminə çevrilibdir. Artıq uzun müddətdir belədir. Və bu bir daha təsdiqləyir ki, Abad modelinə olan etimad, maraq ildən ilə artır. Abad ölkəmizdə özünü doğrultmuşdur və sahibkarlar üçün cəlbedici dəstək mexanizminə çevrilmişdir. Bu təkcə kəmiyyət artımı deyil, eyni zamanda regionlarda iqtisadi fəallığın genişlənməsi, ailə təsərrüfatlarının dayanıqlı biznes subyektlərinə çevrilməsi və yerli istehsalın sistemli şəkildə inkişafı deməkdir. Xüsusilə sevindirici hal ondan ibarətdir ki, 700-cü abadçımız məhz qida sahəsində çay istehsalı istiqamətində fəaliyyət göstərir. Bilirsiniz ki, çayçılıq ölkəmizdə həm ənənəvi kənd təsərrüfatı sahəsi, həm də böyük iqtisadi və ixrac potensialı olan bir sahədir və bu sahənin kompleks inkişafını nəzərdə tutan çayçılığın inkişafına dair dövlət proqramı da var ki, burada emalın və qablaşdırmanın müasirləşdirilməsindən tutmuş, istehsalın genişlənməsinə kimi bir sıra mühüm vəzifələr nəzərdə tutulub və Abad publik hüquqi şəxs də sözü gedən dövlət proqramında bir neçə tapşırığın həmicraçısıdır və bugün də uğurla dövlət siyasətinə uyğun olaraq bu tapşırıqları icra eləyir. Bundan öncə də bizim çay istehsalçımız var idi. Bir zamanlar dadı ilə nəinki ölkəmizdə, Azərbaycandan kənarda da öz adından yaxşı mənada bəhs etdirən Zaqatala çay istehsalçısı uzun müddətdir bu ənənəni yaşadır. Bilirsiniz, bizim əsas məqsədimiz çayın xammal kimi, yalnız xammal kimi deyil, eyni zamanda yüksək əlavə dəyərə malik bir brend kimi təşviqidir, geniş kütləyə təqdim olunmasıdır və əminik ki, Lənkəran çayı da, Lənkəran da bilirsiniz öz çay məhsulu ilə çox məşhurdur və ölkəmizin gözəl regionu, cənub regionuna aiddir və orada istehsal olunan çayın da özünə məxsus tamı, dadı və keyfiyyəti var. Əminik ki, 700-cü abadçımız da bu dadı, bu keyfiyyəti saxlayacaq, Made in Azərbaycan yanaşmasına öz töhfəsini verəcək və bu istiqamətdə ona uğurlar arzulayırıq, müvəffəqiyyətlər arzulayırıq və çoxlu alıcı istehlakçı kütləsi arzulayırıq. Biz sizə təşəkkür edirik və bu istiqamətdə qeyd eləyək ki, Abad öz ailə bizneslərinə dəstək fonunda işini davam etdirir və yerli istehsalın da inkişafına töhfə verməyə davam eləyəcək. Biz isə bu tədbir fonunda informasiyaları ilə qonağımız Abadın rəsmisi Vüsal Arzumanlı ilə birgə çatdırmağa çalışdıq. Söz yenidən səndə. Təşəkkürlər Zeynəb.